Allahdan qorxmaq var, Allahdan mükafat istəmək var, Allahı sevmək var. 3 hissəyə bölünür də ibadət əhli. Buna Əli əleyhissalam deyir. Birincilə Allahdan məsəl üçün cənnət istəyirlər. Onun üçün ibadət edirlər. İkinci tərəf Allahın cəhənnəmindən qorxurlar, Allahdan qorxurlar. Qorxusundan ibadət. Üçüncü tərəfə əhrarilərdir, azadələr. Onlar Allahı sevirlər və bilirlər ki, Allah bu ibadətə layiqdir. Bu əslində həqiqətdə belədir, amma insanlar bundan istifadə edirlər. Başlayırlar özlərini, məsələn, ibadəti zadı yoxdur. Allaha görə heç bir sevdiyindən əl çəkməyib. Allaha görə. Mən deyim, mən Allahı sevirəm. Mən Allaha sevgim var, içimdə məhəbbətim var. Məhəbbətin göstəricisi nədir? Sizcə nədir məhəbbətin göstəricisi? Fədakarlıq deyil. Bir adam bir adamı sevərsə, fədakarlığı var, vaxtından ayırar,